Bugün ər çörəyi hazırlayacağıq. Bəli, düz eşitdiniz, ər çörəyi. Bunun üçün bizə lazımdır 400 ml su, amma mən pendir suyundan istifadə edirəm. İlıq olsun mütləq şəkildə. Üzərinə bir paket maya əlavə edirik. Bir çay qardaşı şəkər. Və bunu qarışdırırıq ki, maya biraz özünü toparlasın. Maya özünə gəldi. Üzərinə bir çay qaşığı duz. Bir xörək qaşığı zeytin yağı. Və 4 stəkan un. Yarısını bura qoymuşam, yarısını bura. Qarışdırırıq. Əllə yoğurmağa ehtiyacı yoxdur. Elə spatula ilə qarışdırsaz kifayət edir. Nə çox sulu, nə çox quru. Bax, gördüyünüz kimi belə. Belə bir xəmirimiz alındı. Və bu xəmirin üstünə örtüb 30 dəqiqə gözləyirik. Xəmirimiz acıdı. Neyinirik? Xəmirin havasını çıxardırıq biraz. Və üstünü örtüb 15 dəqiqə gözləyirik. Bu prosesi 3 dəfə təkrar edirik. Havasını çıxardırıq, 15 dəqiqə gözləyirik. Biz bundan sonra 2 dəfə də eləyəcəyik. 15 dəqiqə gözlədik. Əlimizi biraz isladırıq və çöldən içəriyə xəmiri çöndəririk. Və yenə də 15 dəqiqə gözləməyə qoyuruq. Gördüyünüz kimi xəmirimiz artıq tam özünə gəlib. Və kündəliyirik. Gördüyünüz kimi xəmir sulu olmalıdır. Kündəmizi 8 yerə bölürük. Və kündələrimizi də unlaya belə bükürük. Kündələrimiz hazırdır. Sobanın tavasına yığdıq və üstünü örtürük. 20 dəqiqədə gözlətdiririk bu ər çörəyini. 20 dəqiqəmiz də keçdi. Və biz bunların üzərini bıçaqla kəsirik. 220 dərəcədə 20-25 dəqiqəyə alt üst öncədən qızdırılmış sobaya qoyacağıq. Bu arada sobaya qoyandan sonra evdə saxsı qabı və ya sobada çatlanmayan qabı varsa içinə 6-7 dənə buz atırıq və sobanın içinə qoyuruq ki, buz əriyə-əriyə parında çörəklərimiz çox qəşəng bişsin. Çörəklərimiz bişdi. Çox istedi deyə. Bundan sonra buna bax, səsinə bax. İçinə bax. Mağazadan çörək almaya ehtiyacı yoxdur. Əllərimə sağlıq.